izləyicilər tərəfindən bu anlaşılmır və yaxud dəyər kimi qəbul olunmur. Kənar, ən çox da xüsusən Avropa dəyərlərini, o olmayan dəyərləri biz özümüzə götürürük. Gənclər fikir verin, onların geyim tərzinə, saç düzümünə, bunlar hamısı bizə məxsus deyil. Bu biz deyilik. Bu bizə məxsus deyil. Bizim öz dəyərlərimiz var. Bizim, məsələn, mən əlavə eləmək istəyən dəyərlərimizin içinə mədəniyyətimiz, ədəbiyyatımız, milli musiqimiz, milli rəqslərimiz, siz fikir verirsiniz milli rəqslərə, orada rəqslərdə o hərəkətlərin hər birinin böyük bir mənası var, böyük bir anlamı var. Siz sadəcə ona baxıb əl çalırsınız. Amma o bizim dəyərlərimizdir. Rəqslərimizdə, məsələn, milli rəqslərimizdən deyim, ondan sizə bir nümunə çəkim. Azərbaycanın milli rəqslərində, indi məddəyəndən sonra daha da diqqətli olun, deyim, orada oğlanların rəqs edərkən qızların başı ətrafında fırlanması və yaxud onlar diz çöküb, yenidən qız rəqqas oğlanların başının ətrafında dolanmasının özünün bir rəmzi mənası var. Bu, insanların bir-birinə olan münasibətidir. Nümunə üçün başqa bir dövlətin, başqa bir xalqların milli rəqsini deyim sizə. Məsələn, fransız xalqı Avropada ən mədəni xalq hesab olunur. O mədəni xalqın milli rəqsinə baxın, indi dünya şöhrət tapır. Bizim rəqsinə, fransız xalqının rəqsinə baxın, oradakı geyimlərə baxın, oradakı insanların bir-birinə rəftarına baxın. Onun bizim milli rəqsimiz soruşsam bilməyəcəksiniz. Amma fransız rəqsini sual versən, bu deyə bilərsiniz tango rəqsini. Oradakı insanların bir-birinə olan rəftarına, rəqqasların necə oyun tərzini görürsünüz. Bir də bizim rəqqaslarımızın oyununa baxın, müqayisə edin. Bax, görürsünüz Azərbaycan xalqı necə mədəni, necə üstün bir xalqdır. Bax, bu bizim dəyərimizdir.